edəcəyik ki, biraz olsa özü haqqında, bir də əsəri haqqında məlumat. Mənim ahəng rəsmini sərgiyə qatılmışam. Üçüncü iş. Bu pəncərə önündə yasəmənlərdir. Yəni əslində mən bu rəsm insanın içindəki sakitliyi büruzə vermək istəmişəm. Yəni yasəmənlərin zərif rəngi ilə, işığın istiliyi ilə mən insanın içindəki sakitliyi təsvir etmişəm. İstədim ki, bu rəsmdə insan bu rəsmə baxanda bir anlıq olsa qayğılı həyatdan uzaqlaşsın. Teşekkür ederim.